Deməli, zaldakı yan əzələləri böyütmək istəyən xanımlar və trenerlərin ən sevimli hərəkəti abduction'ı göstərəcəm. Bu hərəkətin milyonlarla versiyası var, hər cür eləyən var. Arxaya söykənərək, naklon da edərək, göydə eləyən, squat edən və s. və s. Amma təcrübələrimdən onu deyə bilərəm ki, mənə görə ən gözəl versiya arxaya tam söykənilmiş vəziyyətdə dimdik, eyni zamanda mənim bir taktikamla çanağı tam aşağı sıxaraq ki, tərpənməsin. Ruçkalardan tuturuq, çanağı tam sıxırıq. Eyni zamanda sizə komfortlu olan çəkini seçirsiniz. Həddindən artıq abartılı çəkini yox. Və pəncə yuxarı dabana ağırlığı verərək getdik. Açıram, sıxıram və tam bağlamadan çox yavaş buraxıram. Açıram, sıxıram və çox yavaş buraxıram. Bu məntiqlə davam eləsək, həmin o əzələnin necə sıxıldığını və gərginləşdiyini çox rahat şəkildə hiss edəcəksiniz.